Ey ruh, xahiş edirəm, mənim bu mənfi hissimin, inancımın, qorxumun, təşvişimin, narahatçılığımın kökünü, mənşəyini müəyyən et. Varlığımın bütün səviyyələrini, qatlarını, sahələrini və aspektlərini istisnasız olaraq həmin başlanğıc nöqtəsinə gətir. Onu təhlil et və Tanrının lütfu ilə tamamilə aradan qaldır. Mən hazırdan uca Yaradanın nuru, həqiqəti, huzuru və sevgisi ilə doluyken öz səhvlərimə görə özümü, eləcə də bu hissi, inancı, qorxunu, təşvişi, həyəcanı yox et. Negativ hissləri, inancları məndə yaradan hər bir insanın, məkanı, şəraiti və hadisəni bağışlayarkən bu hissin, inancın gələcəkdəki bütün fəsadlarını ey ruh, Tanrının iradəsinə uyğun olaraq yox et. İndi tam bir bağışlama və sonsuz sevgi ilə köhnə hisslərim, inanclarım, köhnə proqramları, təşvişi, həyəcanı, qorxunu genetik kodumdan silirəm. Onu azad edirəm və buraxıram. Burada hiss etmək istədiyiniz duyğuları qeyd edəcəksiniz. Mən bu praktikanı edəndən sonra bu hissləri yaşamışam və o hisslərlə də sizinlə bölüşürəm. Siz də öz hisslərinizi yaşaya bilərsiniz. Siz də öz yaşadığınız hissləri yazacaqsınız və yaxud da yaşayacaqsınız, deyəcəksiniz. Mən bu praktikanı edəndən sonra mən bu hissləri yaşadım. Buyurun dinləyin. Mən artıq sakitlik, xoş bir həyəcan və qələbə sevinci hiss edirəm. Ruhumun azad olduğunu, yüngülləşdiyini və şəffaflaşdığını duyuram. Daxili dünyamın təmizləndiyini, o ağır yükdən və təşvişdən xilas olaraq yeni həyata yer açdığını hiss edirəm. İçimdə bir sevgi, əminlik və hər şeyin yaxşı olacağına dair sarsılmaz bir inam var. Sanki gəncləşirəm və daxilən yenidən doğuluram. İndi tam dərk edirəm ki, məhz bu köhnə proqram arzularımın reallaşmasına mane olurmuş. Mənə yenidən təmiz bir bədən verdiyin üçün kainatım, Tanrım, minnətdaram. Bu texnikanı öyrənməklə mən artıq bloklardan və mənfi inanclardan təmizlənə bilirəm. Köhnə duyğuları dərhal tanıyıram və öz həyatımı idarə etmək gücünü hiss edirəm. Mən artıq bu zibil kimi olan negativ inanclardan, hisslərdən olan bu duyğulardan qurtulmağın sevincini yaşayıram. Şükürlər olsun ki, mən artıq hər an negativ emosiyaları tərk-islah edə bilirəm. Onları sadəcə müşahidə etmirəm, həm də Tanrının, kainatın və ruhun köməyi ilə heç bir narahatlıq keçirmədən, sanki bir lövhədən silirmiş kimi asanlıqla yox edirəm. Mən artıq özümü aldatmıram, mən həqiqətən də negativi silib özümü istədiyim vəziyyətə gətirə bilirəm. Əvvəl mən mənfi bir düşüncənin və ya emosiyanın daxilimə girdiyini, sızdığını görürdüm, amma ondan xilas ola bilmirdim. Sadəcə özümü elə aparırdım ki, sanki o yoxdur, sanki ondan uzaqlaşmışam. Amma dərində bilirdim ki, o mənfi fikir hələ də oradadır və mən onu bədənimdə, ruhumdan çıxarıb ata bilmirəm. Onu sadəcə sehir etmək, yəni görünməz etmək mümkün idi. Yox etmək isə qeyri-mümkün görünürdü. Amma indi bu praktikadan sonra hər şey möcüzəvi şəkildə dəyişdi. İndi mən o mənfi düşüncələri və emosiyaları sadəcə görmürəm. Mən onları Tanrının və kainatın köməyi ilə tamamilə silə bilirəm. Artıq özümü aldatmağa ehtiyac yoxdur. Mən o zibili daxilimdən asanlıqla təmizləyirəm və yerini şəffaflıqla, huzurla doldururam. Bu praktika ilə siz artıq o köhnə emosiyaları, düşüncələri, halları, hissləri, qorxunu, təşvişi yəni itələmirsiniz arxa plana. Onu həll edib yox edirsiniz. Bu mənim praktikadan hiss elədiyim emosiyalar idi, sözlər idi. Mən bu praktikanı eləyəndə, yəni bununla rastlaşdım. İçinin təmizliyi, şəffaflığı, sakitliyi, sabitliyi, təmizliyi. Siz özünüz nə hiss elədiniz, onu deyərsiniz və yaxud da yazarsınız, qeyd edərsiniz. Və sonda bunu deyin, mən köhnə hisslərəm əsaslanan hər hansı fiziki, mental, emosional və ya mənəvi problemin, eləcə də yanlış davranışların sürətlə yox olmasına icazə verirəm. Ey ruh, köməyimə gəldiyin və öz əsl varlığımı tam dolğunluğu ilə tapmağa yardım etdiyin üçün sənə təşəkkür edirəm. Sənə minnətdaram və yenə də minnətdaram. Mən səni sevirəm və göstərdiyin bütün lütflərə görə Tanrıya şükürlər edirəm.